Rəqqasə Aksana Hindistandan qayıtmaz qələbənin keyfini çıxarmaq üçün Türkiyəyə istirahətə yola düşdü. İlk onu qeyd edək ki, rəqqasəni sevənlər təkcə Azərbaycanda deyil, Hindistandan sonra bu ölkələrin sayı artıb. Belə ki, Aksana Türkiyədə fanat dostları ilə görüş keçirib. İndi eksklüziv olaraq həmin görüntüləri sizə təqdim edirik. Çok güzel, süperdiniz. Süperdiniz, çok güzel. Ben hatta hani başta bir tane izlemiştim. Sonra buraya geldiğimde duyunca çok fazla merak oturdum. Bir gece sabah 4'e kadar hepsini seyrettim videolarını. Türk dostlar görüş məkanına rəqqasənin gəlişinə inanmasalar da Aksana bunu reallaşdırıb. Birlikdə xoş anlar keçirən fanatlar Rəsulovadan albom hədiyyə alsalar da Aksanadan sürprizlərini də əsirgəməyiblər. Gözünüzü açın. Yerli show biznes nümayəndələri hər zaman eksentrik hərəkətləri, qalmaqalları, toylarının say çoxluğu ilə yanaşı geyim tərzi ilə də diqqət çəkməyi bacarır. Hələ bu harasıdır deyib biz də məşhurların geyimlərindən qısa araşdırma apardıq. Əməkdar artist Tünzalə Ağayeva hər zaman qeyri-adi ifası ilə zövq oxşamağı bacarır. Müğənni modelyer Gülnara Xəlilovanın məsləhət və geyimlərindən istifadə edir. Son vaxtlar eyni imicdə görünən Ağayevanın başı deyəsən sənətə bərk qarışır. Xalq artisti Zülfiyə Xanbabayeva zövqlü sənətçilər sırasında olsa da imicində dəyişiklik etmir. Daha çox qara geyimlərə üstünlük verən müğənni ola bilsin ki, köklüyünü gizlətmək istəyir. Yerli show biznesin qalmaqallı kişi müğənnisi Nadir Qafarzadəni ən zövqlü geyinən kişi müğənnisi adlandırmaq olar. Qafarzadə hər zaman efirdə fərqli geyimlərdə görünür. Zamit Hüseynov yerli show biznesin ən baxımlı kişi müğənnisi statusunu alan müğənnidir. Hüseynov bu statusu daşısa da hələ imicində yenilik etmir. Müğənni Röya zövqlü sənətçilər sırasındadır. Konsertlərində, müxtəlif mərasimlərdə şıq, özünə yaraşan geyimlərdə və saç düzümlərində olur. Amma Röyanı hamıdan fərqləndirən cəhət var. Onun öz imicində xanım-xatınlıq heç vaxt olmayıb. Yenilikləri sevən olsa da Göndər klipindən sonra imicində köklü dəyişiklik etmir. Elza Seyid Cahan, show biznesin ekstravagant müğənnisi. Geyimləri ilə hər kəsi şoka salmağı bacarır. Daha çox onu Lady Gaga'ya bənzətsələr də Elza deyir ki, Lady Gaga ona bənzəyir.